Salam əziz abituriyentlər. 5 nömrəli sualın izahını təqdim edirik. Sual 5. Transkresiya və regresiya aid əlamətləri müvafiq olaraq müəyyən edin. Öncəliklə transkresiya və regresiya haqqında məlumatlarla tanış olaq. Daha sonra isə verilmiş variantları təhlil edək. Dəniz transkresiyası dəniz səviyyəsinin qalxaraq suyun qurunu basması və sahil xəttlərinin daha hündür yerlərə doğru irəliləməsi ilə nəticələnən geoloji hadisədir. Dəniz mərhələsi də deyirlər. Burada da qeyd olunub. Və dəniz mərhələsinin sxemi ilə tanış olaq. Dəniz transkresiyası və dağılması nəticəsində su sahəsinin genişlənməsi, səthin əks etdirmə qabiliyyətinin azalması, səthi örtüyünün qızması, iqlimin istiləşməsi və rütubətlənməsi, istisevən orqanizmlərin inkişafı, soyuğa davamlı canlıların məhv olması, kömür yataqlarının yaranması, buzlaşmaların olmaması. Bu proses transkresiya mərhələsinin sxemidir və bu proseslər ardıcıl olaraq bir-birinin məntiqi davamını təşkil edir. Regresiya isə transkresiyanın əksi, dənizin tədricən sahillərdən geri çəkilməsi, qurunun qalxması və ya okean dibinin enməsi prosesidir. Quru mərhələsi adlanır. Dağıma prosesləri nəticəsində qurunun sahəsinin genişlənməsi, yer səthinin əks etdirmə qabiliyyətinin azalması, artması, səth örtüyünün soyunması, iqlimin soyuqlaşması, soyuğa davamlı orqanizmlərin inkişafı, istisevən, rütubətsevən orqanizmlərin məhv olması, buzlaşma, duz, qum çöküntülərinin yaranması. Transkresiya mərhələsində su səthi genişlənir, suyun istilik tutumu çox olduğu üçün yerdə temperatur artır, əks etdirmə qabiliyyəti azalır və buna bağlı olaraq digər proseslər davam edir. Regresiya mərhələsində əksinə quru sahəsi artır, əks etdirmə qabiliyyəti artır, nəticədə temperatur soyuqlaşır və digər proseslər də onun məntiqi davam olaraq davam edir. İndi isə verilənləri təhlil edək. Transkresiya 1, regresiya 2. A. Yer səthinin əks etdirmə qabiliyyəti azalır. Qeyd etdik ki, transkresiya mərhələsində yer səthinin əks etdirmə qabiliyyəti azalır. Belə ki, su sahəsi artır, yerin istilik tutumu artır. Buna bağlı olaraq da əks etdirmə qabiliyyəti azalır. A. Qurunun sahəsi genişlənir. Bu, regresiya mərhələsinə aid xüsusiyyətdir. B. Rütubətli iqlim şəraiti yaranır. Transkresiya mərhələsinə aid olan xüsusiyyət idi. Belə ki, yer səthində su sahəsinin genişlənməsi, temperaturun artması, buxarlanmanın artması və buna müvafiq olaraq da rütubətli iqlim şəraitinin yaranmasına səbəb olur. C. İqlimin soyuqlaşması baş verir. Bu, regresiya mərhələsində baş verirdi. İstisevən orqanizmlərin inkişafı intensiv gedir. Bu da yenə transkresiya mərhələsinə aid idi. Belə ki, su səthinin genişlənməsi, istilik tutumunun artmasına və temperaturun artmasına səbəb olur. Yəni, istiliyin artmasına Y. 1, A, C və Y, 2 isə B və D variantları doğrudur. 1, A, C, Y, 2, B, D. Doğru variant A variantı.